seksual aktivitədən sonra mütləq şəkildə bu insanın baş ağrımadır və insanlar ona görə zaten insult keçirdirlər, infarkt keçirdirlər. Çünki bunlar çox sakit keçir. Amma qaymarit ciddi bir xəstəlikdir və sübutu olan xəstəlikdir. Təzyiq baş ağrı vermir. Heç yerim ağrımır, amma təzyiq kəskin yüksəkdir. Miqren Azərbaycanda və dünyada baş ağrının ikinci ən çox səbəbidir. Miqren elə baş ağrısıdır ki, 72 saata kimi çəkə bilər. Yəni miqren xəstəsinin baş ağrısını ayda bir dəfəyəcən azaltsa, bu insan sağalmış hesab olunur. Başı ağrıyan insan nə qədər çox ağrı kəsici qəbul eləyəcəksə, özünü bir o qədər də qapalı dövrana salacaq. Başı tez-tez ağrıyan insanlar özlərini ağrı kəsiciyə öyrəşdirməsinlər. Bu insanın qaraciyəri yüklənir, börəkləri yüklənir, bağırsaqları narahat olur, mədəsi deşilir, xora əmələ gəlir. Telefon, radio dalğaları bizə baş ağrı verməz. Gərginlik baş ağrısı, miqren həqiqətən qadında daha çox rast gəlinir. Qırmızı çaxır içməməlisən, misə verilmiş kalbasa, pendir istifadə eləməməlisən. Bunlar sənin baş ağrını tətikləyə bilər. Yəni varmı elə bir bitki ki, baş ağrısını sakitləşdirsin və yaxud da ümumiyyətlə tamamilə bu bitkilərdən asılı qalmaq nə dərəcədə doğrudur? Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Badamlı. Adı və dadı ilə. Təbii mineral süfrə suyu. Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalında Sağlam Həyat layihəsi davam eləyir. Bugün baş ağrılarından danışacağıq. Baş ağrılarının səbəbləri, miqren və s. Qonağımız isə nevroloq Röyanə xanım Quluzadədir. Röyanə xanım, xoş gördük sizi. Çox sağ olun. Necəsiz Röyanə xanım? Yaxşıyıq. Yaxşı olasınız. Şükür. Başınız ağrımasın deyək, tamaşaçılarda da ağrımaması üçün Nevroloqun başı ağrımaz. Hə. Çünki müalicəsini özü bilir. Doğrudan mı? Yəni bu ümumiyyətlə baş ağrılarının bir çox səbəbləri var bildiyimizə görə. Ən geniş yayılmış səbəbləri hansılarda Azərbaycan çox xarakteristik olaraq? Belə bir statistika, elmi bir tədqiqat aparılmayıb ki, Azərbaycanda konkret hansı baş ağrıları daha çoxdur. Çünki bir sözü demək üçün gərək onun arxasında durasan və bunu sübut eləyəsən. Amma ümumilikdə yanımıza gələn xəstələri analiz eləyərək hiss eləyirik ki, həqiqətən Azərbaycanda daha çox müraciətlər gərginlik baş ağrıları iləndir, bir də miqren baş ağrıları iləndir. Və bu statistika təkcə Azərbaycanda belə deyil. Bütün dünyada həqiqətən nevroloqa müraciətlərin birinci səbəbi gərginlik baş ağrılarıdır. Yəni nevroloqa nə qədər pasiyent müraciət edirsə, ən çox müraciət olunur baş ağrıya görə. Onların içərisində də gərginlik baş ağrısı ən çoxdur. Ümumiyyətlə baş ağrısı elə bir problemdir ki, həm böyük bir klassifikasiyası var. Səbəbləri həddən çoxdur. Ümumiləşdirsək deyə bilərik ki, baş ağrıların bir birincili səbəbləri var, bir ikincili. Yəni elə baş ağrı var ki, onun səbəbi konkret beyinə aiddir. Amma elə baş ağrı var ki, beyində heç bir problem yoxdur. Bədənin digər orqanlarının problemləri başa ağrı verir. Məsələn, qaraciyəri xəstə olan insanın da baş ağrıya bilər. Böyrək problemi olan insanın da baş ağrıya bilər. Məsələn, intoksikasiyaya görə və yaxud da ki, zərərli vərdişlərə görə və yaxud da ki, məsələn, klimatik faktorlara görə. Olduğu yeri dəyişdiyinə görə. Məsələn, Amerikaya köçür gedir, o saatı dəyişdiyinə görə, bəli, o saat dəyişdiyinə görə baş ağrıya bilər. Yəni təxminən 100-120 səbəb var, klassifikasiya var baş ağrıların. Bunların içində çox nadir baş ağrıları da var, qəribə. Məsələn, idmandan sonra yaranan baş ağrıları. Bu xəstəliklərin beynəlxalq təsnifatına daxil olmuş səbəblərdəndir. İnsan idman eləyəndən sonra, çox güclü fitness eləyəndən sonra onun baş ağrımağa başlayır. Yəni yeganə səbəbi idmandan olmasıdır. Və yaxud da yenə də belə bir nadir bir səbəblərdən biri var. Məsələn, seksual aktivitədən sonra mütləq şəkildə bu insanın baş ağrımağı çox nadirdir. Məsələn, 10.000-də bir insanda olur, amma qəribədir ki, olur. Məsələn, ikincili baş ağrıların böyük bir səbəblərindən biri sinuslardakı iltihabi proseslərdəndir. Əvvəldən biz ona qaymarit deyirik. Məsələn, əvvəllər çox belə bir pis tendensiya var idi. Hər başı ağrıyan, üzü ağrıyan deyirdi ki, mənim qaymaritim var, mənim başım ağrıyır. Özlərinə belə bir diaqnoz qoyurdular. Amma qaymarit ciddi bir xəstəlikdir və sübutu olan xəstəlikdir. Haymır ciblərini biz rentgen elədikdə, KT elədikdə biz görürük orada iltihab var, yoxdur və bunu ilə də təyin edirik ki, bu iltihaba bağlıdır sənin baş ağrın, yoxsa yox. İnsanın burnundan çirk gəlmirsə, burnundan iyi gəlmirsə,
davamlı iltihabi proses, boğazına axan bir iltihabi proses yoxdursa, onun baş ağrının səbəbi haymaritdir. Çünki haymarit burun ciblərinin, alın ciblərinin iltihabıdır və bunun əlaməti baş ağrıdan başqa əlaməti də olmalıdır mütləq surətdə. Və bu əlamətləri birgə qiymətləndirdikdə deyə bilirik ki, bu insanda baş ağrının səbəbi sinusitlərdir. Bir də baş ağrılarının səbəblərindən biri də təzyiqdir. Məncə həm təzyiqimiz bizim aşağı olanda da başımız ağrıyır, həm də yuxarı olanda da başımız ağrıyır. Çox səhv fikirdir. Görürsünüz, siz də elə düşünürsünüz. Əslində təzyiq baş ağrı vermir. Doğrudan. Bəli. Təzyiq baş ağrı vermir və çox insanları bu çaşdırır. Bəs mənim özümdə təzyiq qalxanda başım ağrıyır axı. Yəni sizin sadəcə baş ağrınız var və təzyiq onun tətikləyici faktorlarından biridir. Məndə yalnız təzyiq qalxanda olur. Elə insanlar var ki, təzyiqi qalxanda da baş ağrıyır. Boynuna soyuq olanda da baş ağrıyır. Əsəbləşdidə baş ağrıyır. O səbəblərdən biri kimi təzyiqi qalxmaqdır. Amma hipertoniya xəstəliyi ki var, təzyiq xəstəliyi. Onun əlamətlərini oxusa, onun içində yəni baş ağrı yoxdur. Xeyr, yəni təzyiq baş ağrı vermir və çox insanlar səhv eləyir. Gözləyir ki, başım ağrıyır, mənim təzyiqim var. Amma tam rahat başı ağrımayan vaxtı ölçəndə təzyiqi çox yüksək ola bilər. Bizim müayinələrimizdə olub xəstələr. Məsələn, özünü çox rahat hiss eləyir, amma beyin qan dövranı pozulub. Bu xəstənin yaddaşı itir, yerişi itir, danışığını itirir, ağzında sözləri düzgün deyə bilmir, kəkəliyir, sanki söz tapa bilmir. Təzyiqini yanımızda ölçmüşük 180 təzyiq. Ay xanım, özünü necə hiss edirsən? Özümü doktora əla hiss edirəm bu dəqiqə. Heç yerim ağrımır, amma təzyiq kəskin yüksəkdir. Ona görə qətiyyən əlaqələndirməyin ki, mənim başım ağrıyırsa təzyiqim var və yaxud da təzyiqim olanda başım ağrıyacaq biləcəyim də təzyiqim var. Bu çox səhv fikirdir və insanlar ona görə zaten insult keçirdirlər, infarkt keçirdirlər. Çünki bunlar çox sakit keçir. Bunlar demir ki, mən bax bu əlamətlə gələcəyəm. Çox nadir hallarda insultun qabaqlayıcı əlamətləri olur, amma bu mövzumuz o deyil. Bəli, inşallah bir gün onu da danışarıq. Bir gün bunu mütləq danışmaq lazım. Rayana xanım, bir də baş ağrılarının bir səbəbi də miqrendir və miqreni bəzən keçməyən baş ağrısı da deyirlər buna. Miqren nə dərəcədə yayğındır məsələn bizim ölkəmiz üçün xarakterizə və bunun çarəsi olmayan bir baş ağrısı kimi də xarakterizə edirlər. Bəli, miqren Azərbaycanda və dünyada baş ağrının ikinci ən çox səbəbidir. Birinci dediyimiz kimi gərginlik baş ağrılarıdır. İkinci ən çox səbəbi miqrendir. Və miqreni həqiqətən düzgün hesab edirsiniz ki, bu ömürlük bir xəstəlikdir. Çünki insan miqrenə meyilliklə doğulur. Mənim şəxsən praktikamda 7 yaşında uşaq olub miqrenlə. Yəni heç bir həkim və valideyn inanmayıb ki, necə miqren ola bilər bu körpə uşaqda 6-7 yaşında. Amma biz diaqnozla, kriteriyalarla təyin eləmişik ki, həqiqətən bu uşaqda miqrendir. Anası da miqrendir, xalası da miqrendir. Bu uşaqda ailəcə miqren var. Genetik miqrendir. Və uşaqda da miqren təyin olundu. Ona görə miqren ən çox yayılmış ikinci səbəbdir və daha çox ailəvi xarakter daşıyır. Olmayanlar da var, amma böyüklüklə bu insanlar bilir ki, bizim nəslimizdə miqren var. Elə mənim nənəmin də başı çox ağrıyıb, anamın da, atamın da başı çox ağrıyandı. Yəni miqren nəsildən keçir və insan doğulur miqrenlə. Nəyə görə? Yaşın müəyyən bir vaxtlarında ki, insana stres faktorlar təsir göstərməyə başlayır, beyin damarları formalaşır. Miqrenin kökündə nə durur? Mexanizm. Beynimizin damarları müxtəlif faktorlara, indi onun adlarını sadalayacağam, stressdənmi, iyidənmi və yaxud da ki, hər hansı bir içdiyi belə deyək də vasitələrdənmi, beyin damarlarının uclarından müəyyən bir maddələr ifraz olmağa başlayır. Bradikininlər, gistamin və s. kimi mediatorlar ifraz olunmağa başlayır. Bu mediatorlar çox dəhşətli sinir uclarını qıcıqlandırır və həm ağrıya səbəb olur, həm də əzələ gərginliyinə səbəb olur. Eyni zamanda digər miqrenin əlamətlərini də verir. Bilirik ki, miqrendə bir neçə xas olan əlamət var. Bu birincisi başın bir tərəfli ağrımağıdır, amma hər xəstədə də belə deyil. İki tərəfli miqren də var. Ürəyi bulanır, başı ağrıyanda, qusmağı gəlir, bəzi xəstələr hətta qusa bilir. Miqren ağrısında xəstələrdə işıq və səs həssasiyyəti olur,
foto və fonofobiya. Deyir mən işığa baxa bilmirəm. Bax belə işıq ki bizdə indi studiyada var. O insanlar o işıqdan dayana bilmirlər. Onlar istəyirlər qaranlığa getsinlər, yorğanın altına girsin, qaranlıqda gözləsin ki bu başının ağrısı keçsin. Və yaxud da ki səs həssasiyyəti var. Yəni onlar toya gedəmirlər. Getdi toya, o toydan yarımçıq çıxacaq. Çünki o möhkəm səs tətikləyir ki onun baş ağrısı başlasın və səssizlik istəyir baş ağrısının bitməsi üçün. Və bilirsiniz, migren elə baş ağrısıdır ki, 72 saata kimi çəkə bilər. Yəni buraxsan bu insan 3 gün baş ağrıyar, dayanmadan baş ağrıyar. Ona görə o baş ağrısının şkalasına görə, ağrının şiddət şkalasına görə deməli, migren baş ağrısına xəstələr 7, 9, hətta 10 bal verirlər. Məsələn, biz xəstədən soruşuruq ki, başın nə dərəcədə ağrıyır? Qiymətləndirmək üçün. 0-dan 10-a kimi qiymət ver baş ağrıma. Məsələn, migren xəstəsi heç vaxt deməz 3 balla ağrıyır başım, 5 balla ağrıyır. Qətiyyən deməz. O deyəcək doktor 7 ağrıyır, 8 ağrıyır, 10 ağrıyır. Çoxsu 10-da 10 deyir xroniki migren xəstələri. Ona görə bu çox dəhşətli, ailəvi xarakter daşıyan və ömür boyu davam edən bir baş ağrıdır. Amma o demək deyil ki, bu ömürlük xəstəlikdir, bu sağalmır. Xeyr, bunu müalicə etmək mümkündür. Migreni müalicə etmək mümkündür. Bəli, müalicəsi də nədən ibarətdir? Ağrıların sayını azaltmaq, tutmaların sayını azaltmaq. Yəni migren xəstəsinin baş ağrısını ayda bir dəfəyəcən azaltsa, bu insan sağalmış hesab olunur. Əlbəttə ki. Yəni zaten bizim migrenimiz adam var ki, hər gün ağrıyır başı. Əlbəttə adam var, hər gün ağrıyır, xronikidir və illərlə ağrıyır. Və o xroniki vəziyyətə keçmişi mümkündür? Məsələn, olmasa həftəyə bir dəfə, 10 gündən bir dəfə tutsun onu. Əlbəttə mümkündür. Müasir təbabət buna imkan yaradır və getdikcə də tədqiqatlar da artır. Mən bunun haqqında danışacağam. Yeni müalicə üsulları, hətta migrenin peyvəndi də var. Azərbaycanda təəssüf ki, yoxdur, amma migren peyvəndi deyilən, bəli, müasir bir müalicə var. Rəyana xanım, bəs bu xüsusən də migren olan adamlar, daim davamlı olaraq gündəlik 2 gündən bir baş tutması olan adamlar öyrəniblər bir sıra analgen, dimitrol, nə bilim, citramon kimi tipli dərmanlara. Bəli, tamamilə. Bəzən o da təsir eləmir, keçirlər daha güclü ağrı kəsicilər atırlar. Hər gün smes vuran xəstə tanıyıram. Hər gün smes vuran, hətta o nimisil falan içənlər də var. Hər gün iltihab əleyhi iynə vuran xəstələr tanıyıram. Bunlar nə dərəcədə baş ağrısına kömək eləyir? Yəni bilirəm ki, o simptomları müəyyən dərəcədə aradan qaldırır da, müalicə deyil bu. Və bunlar, bu ağrı kəsicilər bizim baş ağrımıza nə dərəcədə təsir göstərə bilər, bununla yaşaya bilərikmi? Bir də bu ağrı kəsicilər, mən bildiyimə görə Avropada bəzi ağrı kəsicilər ümumiyyətlə reseptsiz satılmır, bizdə açıq satışdadılar. Bu ağrı kəsicilər uzun müddət istifadə olunarsa, xəstənin o ağrıyan başının başqa deyək, dırnaq arası olaraq hansı baş ağrısı verə bilər ona? Tamamilə doğru deyirsiniz. Başı ağrıyan insan nə qədər çox ağrı kəsici qəbul eləyəcəksə, özünü bir o qədər də qapalı dövrana salacaq. Yəni vəziyyətini biraz da ağırlaşdıracaq. İndi biz danışmırıq, ayda bir dəfə başı ağrıyan insan ağrı kəsici içir. Bu ayrı məsələdir. Amma migren xəstələri, xroniki baş ağrısı olan, məsələn, klaster xəstələri, xroniki gərginlik baş ağrısı olan insanlar, bunların ağrısı hər gün aşırı daxil və sən hər gün aşırı dərman içirsənsə, sənin xəstəliyin migrenin üstünə abuzus baş ağrısı da gəlir. Yəni ki, dərmandan asılı baş ağrısı. Belə xəstələri müalicə eləmək daha çətindir. Birinci müalicədə onun o dərmanını çıxardırıq. Hələ ondan sonra başlayırıq onun migrenini və öz baş ağrısını müalicə eləməyə. Ona görə buradan mən istəyirəm diqqətlə qulaq assınlar. Başı tez-tez ağrıyan insanlar özlərini ağrı kəsiciyə öyrəşdirməsinlər. Yəni ki, müalicə olunsunlar. Hər baş ağrısının fərqli müalicəsi var. Eyni deyil qətiyyən. Məsələn, gərginlik baş ağrısında bir ayrı dərmanlar yazacağıq. Klaster xəstələrinin dərmanı ayrıdır. Migrenin dərmanı ayrıdır. Və yaxud da ki, sunkt deyilən bir baş ağrı növü var. İldırım sürətli baş verən baş ağrı növü. Bunların hər birinin çox fərqli yanaşması. Məsələn, paroksizmal deməli, hemikraniya baş ağrıları var. Bunlarda tamamilə fərqli bir dərman seçəcək. Ona görə mütəxəssis həkim bilir. Hətta artıq belə bir ixtisaslaşma və darlaşma var dünyada. Baş ağrı mütəxəssisi ayrıdır. O sırf nevrologiyanın bu hissəsi ilə işləyir. Ancaq baş ağrı müalicə edir. Yəni ki, biz baş ağrı olan xəstəni seçirik, diaqnozunu dəqiqləşdiririk, hansı növdür, ona uyğun müalicə yaparsaq, o xəstə o ağrı kəsicidən də azad olacaq, öz xəstəliyini də yüngülləşdirəcək, müalicə eləyəcək. Amma bir mənalı olaraq davamlı ağrı kəsici dərmanlar qəbul etməməlidir.
özünü və xəstəliyini ağırlaşdırır. Üstəgəl də fəsad yaradır da. Bu insanın qaraciyəri yüklənir, böyrəkləri yüklənir, bağırsaqları narahat olur, mədəsi deşilir, xora əmələ gəlir. Yalnız özünə ziyan verir onlarla. Belə deyim. Biz baş ağrılarının müxtəlif səbəblərini saydıq. Birincili və yaxud da ikincili baş ağrıları. Bəli. Bir də müasir dünya artıq belə deyək də, yəni son bir 30 il deyək ki, yəni insanlar kompüter, telefon və digər texniki vasitələrdən çox geniş istifadə edirlər. Bu dəqiqə bizə 2-3 kamera tuşlanır, mikrofon burada, dalğaları, işıqlar falan. Bu müasir avadanlıqlar, xüsusən də ən çox istifadə olunan telefon. Bunlar da baş ağrısına səbəb ola bilərmi? Belə deyək də, yenə də dediyim kimi biz əsaslanırıq tədqiqatlara. Yəni mən özümdən nə isə deyə bilmərəm. Amma tədqiqatlar belə göstərir ki, telefon, radio dalğaları bizə baş ağrı verməz. Baş ağrı verməz. Verməz. Xeyr. Amma nə baş ağrı verər? Mən telefonu uzun müddətli başıma aşağı salıb baxıram. Mənim boynuma çox möhkəm yük düşür. Başın özünün ağırlığı var axı. Bəli. Başın özünün ağırlığı 3-4 dənə boyun fəqərələrinin üzərindədir. Və boyun fəqərələrimizə güc düşür, oradakı əzələlər gərginləşir. Yəni mexanizm belə baş verir. Və bu əzələlər gərginləşdikdə bu ötürülür bizim başımızın əzələlərinə. Başımızın kəllənin üstündə aponevroz deyilən kəllənin əzələləri var. Bax, ağrını verən o əzələlərdir və onun içindəki sinirlərdir. Bu gərginlik ötürülür başın əzələlərinə və baş sıxılır. Uzun müddətli telefona baxan, televizora baxan, uzun müddətli başının pozasını dəyişməyib, məsələn, kompüterdə işləyən insanlar başı aşağı bu vəziyyətdə, bu insanların başında gərginlik baş ağrıları yaranır. Bu gərginlik baş ağrıları əzəliyə bağlıdır, sümüklərə bağlıdır. Çünki başı aşağı işləyən insanların boynunda fəqərə sürüşmələri də olur. Yəni mexanizm bundan ibarət olur. Bir də deyirlər ki, qadınlarda baş ağrısı kişilərə nisbətən daha çox olur. Bunun səbəbi nədir? Yoxsa bu bizim ölkə üçün uyğundur? Məsələn, qərb ölkələrində o deyil. Çünki məsələn siz gərginliklə bağlı dediniz. Bizdə adətən qadınlar biraz gərgin həyat tərzi keçirirlər. Bəli. Bu ola bilərmi səbəb? Ümumiyyətlə baş ağrıların böyük bir qismində stress faktor, təşviş, həyəcan tətikləyici faktor oynayır. Məsələn, miqren xəstələrini biz sorğu-sual eləyəndə o xəstələrin böyük bir qismi, əksəriyyəti əsəbidir, həssasdır. Hər bir söz, hər xırda şeyə çox reaksiya verən insanlardır. Təşvişlidir, xırda şeydən gərginləşir, həyəcanlanır, ürəyi döyünür, depressiyaya meyilli insanlardır. Yəni zaten o qrup insanlar bu xəstəliklərə, bu baş ağrı növlərinə meyillidirlər və qadınlar da kişilərdən fərqli olaraq biraz daha həssas insanlardır. Yəni qadın və kişinin fərqi zaten bundadır ki, xanımlar, qadınlar daha çox şeyi qəlblərinə salırlar, daha həssasdırlar kişilərə nisbətən və ona görə baş ağrının böyük bir qismi onlarda olur. Məsələn, gərginlik baş ağrısı, miqren həqiqətən qadında daha çox rast gəlinir. 3-ün 1-ə nisbətində. Amma sırf kişidə rast gəlinən baş ağrısı var. Onun adını çəkim sizə, klaster baş ağrısı. Klaster baş ağrısı yarı-bayarı kişilərdə çox olur. Qadınlarda çox nadirdir. Mexanizmi hələ tam aydın deyil, amma sırf kişilərə xas olan baş ağrısıdır və fərqlidir. Xəstənin gözü ağrıyır, gözünün ətrafı, doktor gözüm deşilir deyir, gözü qızarır, gözündən su axır, burnundan su axır və çox dəhşətli bir ağrıdır. Belə təsvir edir ki, sanki gözümün içinə bir şiş salıblar bu cürlə və kişilərdə çox rast gəlinir. Və dediyim kimi, adını sadaladığım baş ağrılarının çoxsunu stress tətikləyir. Məsələn, miqren xəstəsidir, rahat müalicə olunub gedir, biz onu tapşırırıq. Mütləq stressdən, gərginlikdən, həyəcandan uzaq ol. Məsələn, stres verəcək, səni narahat edəcək videolara baxma, məsələn, həyəcanlandırıcı şeylərə baxma, o mühitlərdən uzaq ol. Sənin işində daimi stres varsa, sən belə bir mühitdəsən, müdirin elədi, yanındakı insanlar elədirsə, həyat tərzini dəyişməlisən, yəni düzəltməlisən, onlardan aralı olmalısan mümkün qədər, çünki bu birbaşa rol oynayır, birbaşa. Rəna xanım, gündəlik hansı, belə deyək də, vərdişlərə yiyələnməliyik? Və yaxud da nələrdən uzaq qalmalıyıq ki, başımız çox ağrımasın? Bəli, bu çox vacibdir. Həkimin işi təkcə dərman yazmaq deyil. Həkimin işi həm də insana o yolu göstərmək, düzgün davranış tərzini, düzgün həyat yolunu, düzgün belə adaptasiya üsullarını göstərmək üçün bir müəllimdir. Ona görə biz hər hansı xəstəlikdə, istər baş ağrı, istər
digər müxtəlif nevroloji xəstəliklərdə biz həyat tərzini də mütləq izah etməliyik. Məsələn, baş ağrısı olan xəstələrdə dediyim kimi stressdən, gərginlikdən, təşvişdən uzaq olma. Amma uzaq mümkün deyil, düzdürmü? Və həyatımız Sən şəhər, megapolisdə yaşayırsansa, şəhərdə yaşayan insan necə stressdə? Bu 1 saat əgər tıxacda qalırsa, bu əsəbləri pozuldu da, düzdürmü? Onda nə etməliyik? Onda əgər çox insan həssasdırsa və istər-istəməz həyəcanlanırsa və əsəbləşirsə, biz ona mütləq şəkildə sakitləşdirici təyin etməliyik. Mütləq surətdə. Yəni özünə də başa salırıq ki, sən əgər bu özünü sakitləşdirmə üsullarını eləyib rahatlana bilmirsənsə, sənə mütləq təyin olmalıdır. Amma özünü sakitləşdirə bilən insanlar da var. Məsələn, tıxacdadır, bağlayır pəncərələri, musiqi qoyur, özünü musiqi ilə sakitləşdirir. O həyat tərzi üsullarından biri də qidalarımıza fikir verməkdir. Çünki fast food qidalar, energetik içkilər, hətta bəzi hissə verilmiş məhsullar, məsələn, miqren xəstələrinin baş ağrılarını tətikləyə bilər. Məsələn, biz onlara deyirik ki, qırmızı çaxır içməməlisən, hissə verilmiş kalbasa, pendir istifadə etməməlisən. Bunlar sənin baş ağrını tətikləyə bilər. Yuxu çox vacib faktordur bütün baş ağrılarda. Yəni, insan 7-8 saat yuxusunu yatmalıdır. Yuxusu qısadırsa, vaxtında yatmırsa, bu da baş ağrısına səbəb ola bilər. Və bundan başqa çox yatmaq da həmçinin ola bilərmi? Eyni zamanda çox yatmaq da əlbəttə bu da baş ağrılarına səbəb ola bilər. Su içməmə, maye qəbulu. Bəli, mayenin az qəbulu bu özü də müəyyən qədər tətikləyici faktordur. Bir də qidanın vaxtsız qəbulu. Məsələn, insan var səhər yemir, bir də axşam yeyir. Məsələn, miqren xəstələrinə bu qətiyyən yol verilməzdir. Gərginlik baş ağrısı olan xəstələrdə. Bunlar uzun müddətli aclıq periodlarına beyin dözmür. Yəni baş ağrısı başlaya bilər. Ona görə vaxtında az-az gün ərzində bölünmüş az-az porsiyalarından qidalanmalıdırlar. Rəyana xanım, siz miqrenindən və digər baş ağrılarından danışarkən dediniz ki, müxtəlif dərmanlar yazırıq biz onlara. Amma Azərbaycanda belə deyək də, yəni xüsusən də bir qədər yaşı böyük olan insanlar, 40 yaş üzərində olan insanlar biraz bu tibbin və yaxud da dərmanların keyfiyyətinə güvənmədiyi üçün bitkisel dərmanlar axtarırlar. Məsələn, deyir ki, gül xətmi iç və yaxud da məkkə otu dəmləyib iç və yaxud da kəklik otu qaldırır baş ağrı təzyiqin. Bu kimi miflər, məsələn, limonla bağlı şeylər var. Bəzilərinin içibləri təsirini görüblər adamlar. Bəli. Yəni, varmı elə bir bitki ki, baş ağrısını sakitləşdirsin və yaxud da ümumiyyətlə tamamilə bu bitkilərdən asılı qalmaq nə dərəcədə doğrudur? Ümumiyyətlə, həqiqətən insanlar, xüsusilə Azərbaycanda kimyəvi dərmanlardan bir fobiyası var, bir qorxusu var. Kimyəvi dərmanlardan uzaq qaçmağa çalışırlar və belə bir səhv bir fikir və tendensiya var ki, kimyəvi dərmanlar mütləq harasa başqa bir bədənimizin yerinə ziyan verəcək. Ümumiyyətlə, dünyada, müasir təbabətdə qaydalar belədir ki, məsələn, mən Almaniyada özüm uzun müddət olmuşam, işləmişəm və orada insanlar 2 qrupa bölünür. Yəni, bir var xəstə olmayan profilaktik insanlar, hansı ki, profilaktik müalicələrlə məşğuldurlar və bir də artıq xəstə olub müalicə alan insanlar. Və dünyada da qayda belədir. Naturopatiya dediyimiz usullar, yəni bitkilərlə müalicə, həyat tərzi ilə müalicə, müxtəlif üsullarla müalicə, təbii üsullarla müalicə, bu profilaktik müalicə sayılır. Yəni, sən hələ xəstə olmamış. Məsələn, bilirsən ki, nəslində miqren var, gərginlik baş ağrısı var. Sən özünü qoruyursan, stressdən uzaq, düzgün qidalanırsan, yuxun düzgün, əsəbisən, məsələn, bitkisel, dərhal kimyəviyə keçmək lazım deyil. Bitkisel, deməli, üsullarla sakitləşdirici, məsələn, bunlardan valerian çox gözəldir. Dünyada hətta protokollara daxil olan bir bitkidir. Və yaxud da ki, passiflora. Passiflora bitkisi depressiyanı azaldan və əhval-ruhiyyəni yaxşılaşdıran, sakitləşdirən bitkilərdən biridir və bunları biz də tövsiyə edirik və bunlar profilaktik tövsiyələrdir. Əgər sənin gündə dəhşətli baş ağrın varsa, sən o sərhəddi keçmisən artıq. Yəni, sən artıq ağırlaşdırmısan xəstəliyi və artıq müalicə olunası xəstələr profilaktik deyil. Müalicə olunan xəstələr o bitkilərlə müalicə oluna bilməz. Sağalmaz onlarla. Çünki sən o vaxtı ki, sən xəstəliyi qorumalıydın, o ağır vəziyyətə düşməməliydin, sən onu itirmisən. Ona görə sən əgər bu mərhələdəsənsə, düzgün müalicələrlə
əlbəttə ki, bu protokola uyğun müəyyən dərmanlardır. Sən həyatını düzgün yönə çəkə bilərsən və xəstəliyin sağaldı, yenidən profilaktik müalicəyə keçə bilərsən. Məsələn, müəyyən dərmanlarla, kimyəvi dərmanlarla biz səni rahatlaşdırdıq, sənin ağrıların artıq nadirdir və ondan sonra sən bitkilərlə yenə də düzgün həyat tərzini davam etməklə profilaktik işlərinə məşğul ola bilərsən. Yenə deyirəm, bizdə Azərbaycanda insanlar xəstəliklərini çox ağırlaşdırırlar. Yanımıza gələndə artıq nadir baş ağrısı ilə gəlmir, xronikləşmiş gəlir. Gündəlik və dəhşətli baş ağrının üstəgəl ağrı kəsicilərlə ağırlaşmış vəziyyətdə gəlir deyən bu mərhələdə necə Azərbaycanda, eləcə bütün dünyada mütləq normal və tez effekt verəcək dərmanlar istifadə olunmalıdır. Rəyana xanım, təşəkkür edirik. Çox sağ olun. Biz növbəti müsahibələrin birində təklif edirəm ki, panik atakdan danışarıq. Əziz dostlar, Rəyana xanımın öz YouTube kanalı da var. Buradan daxil olaraq Rəyana xanımın YouTube kanalını izləyə bilərsiniz. Eyni zamanda TikTok, Instagram, Facebookda da həkim doktor Rəyana Quluzadə yazsanız, onun sosial şəbəkələrini görüb oradan digər bax bu nevrologiya ilə bağlı mövzularla tanış ola bilərsiniz, izləyə bilərsiniz. Videomuzu izlədiyiniz üçün təşəkkür edirik. Bəyənməyi, şərh yazmağı unutmayın. Rəyana xanım, təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Mən də təşəkkür edirəm. Ağrımayın, xəstələnməyin, həkimə inanın.